Məsələn, deyirlər, bax, filan kəs məndən bir neçə mərhələ yuxarıdır. Artıq Mercedes sürür. Gör necə 1 milyonluq villa alıb. Filan kəs 1 ildir bu şəbəkədədir. İndi ayda 10-15 min manat qazanır. Azərbaycanda da bu cür cazibə qanunu, uğur təlimləri, onlayn gəlir kursları çoxalıb. Xüsusən Telegram və Instagram üzərindən. Durmadan saxta şotlar, ekran görüntüləri paylaşırlar. Mən bu kursa qoşulandan cəmi 2 ay keçib. İndi aylıq $5000 qazanıram. Baxın, insanları necə yalanla, uydurma gəlir hekayələri ilə vəsvəsə edirlər. Halbuki Allah heç bəyənmir ki, bir insan digərini yalan və vəsvəsə ilə aldadıb psixoloji kölə halına salsın. Bu cür mesajlardan fırıldaqçılıq və vəsvəsə yağır. Bəzən insan elə hiss edir ki, şeytan bunlardan öyrənir necə vəsvəsə etsin. Və iqtisadi çətinliklər içində olan insanlar bu yalanları oxuyub bu kurslara üst tuturlar. Nəticədə isə əllərində olan o az-çox pulu da itirirlər və bu dələduzların cibləri günü-gündən daha da dolur. Haram pullardır bunlar. Yazıq insanları vəsvəsə edib ciblərinə yığırlar. Elə buna görədir ki, kim anası ilə küsür, gedir Instagramda, YouTube'da bir dənə cəzb etmə və sərvət kanalı açır. Bilirlər ki, bir neçə saxta görüntü ilə bir yığın adamı aldadıb pul qazana bilərlər. Əgər görsəniz kimsə insanları həddindən artıq təmtəraqlı şəkildə cəlb etməyə çalışır, bilin ki, orada nəsə şübhəli bir şey var. Əgər bir insan doğrudan da dürüstdürsə, biraz tanıtım və sadə izahla düşüncəli və ağıllı insanları özü cəlb edər. Qeyri-adi dərəcədə gür reklamlar və vəsvəsəli çağırışlar bu artıq şeytani işlərdir.